Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Demək, bugün sizinlə 2025-ci il test toplusundan funksiyalar və qrafiklər bölməsindən belə bir sualın izahına baxacağıq. Bu sualın izahına belə deyək də təxmini bir sxematik bir qrafik çəkməklə baxağım. Burada bizə deyir ki, bu A-nın hansı qiymətində funksiyasının qrafiki yalnız birinci, ikinci rüblərdə yerləşir. Bu birinci, ikinci rüblərdə yerləşməsi üçün o funksiyanın qrafiki, belə deyək də funksiya nə olmalıdır? Sabit funksiya olmalıdır. Yəni, f(x) bərabərdir c şəklində olmalıdır. Sabit funksiyada olması üçün bizə verilən ifadədə, yəni bu hissənin sıfıra bərabər olması lazımdır. Yəni, a kvadrat minus 10a plus 16 bərabərdə 0 olmalıdır ki, yəni buradan dəyişən yox olsun, yəni 9 minus a kvadrat. Yalnız nədir? Sabit ədəd qalsın burada, sərbəst ədəd qalsın ancaq. Bu tənliyin də həlləri a bərabərdir 2 və a bərabərdir nədir? 8 olacaq, yəni kökləri. A-nın qiymətləri burada 2 və 8 olur. İndi burada bir məsələ qalır ki, deyir ki, A-nın hansı qiymətində funksiyanın qrafiki yalnız birinci, ikinci rüblərdə. İndi digər şərtə də biz fikir verməliyik ki, bu, axı bizə verilən sabit funksiya aşağıda da yerləşə bilərdi. Demək, bu birinci, ikinci rüblərdə yerləşirsə, deməli, C nə olmalıdır? Hansı şərt ödəməlidir? Sıfırdan böyük. Yəni, bizə verilən ifadədə nə olmalıdır? 9 minus a kvadratı böyükdür 0 şərti ödənməlidir. Və bu bərabərsizliyin həlli də -3, 3 aralığı olur. Bu aralığa tapdığımız cavablardan daxil olan 2 olur. Yəni, cavab bir sözlə nədir? 2 olacaq. Yəni, a bərabərdir 2 olarsa, bu funksiyanın qrafiki yalnız nədir? Birinci və ikinci rüblərdə yerləşəcək. Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.